Sizcə Rusiyanın Qara dənizdə məğlub olması, Azov dənizində bu bitişik də olar bir-birinə hövzələri, su hövzələri bitişik. Məğlub olması Ukrayna üçün və Türkiyə üçün hansı nəticələr gətirər? Təkcə Ukrayna və Türkiyə üçün yox, həm də bütövlükdə Avropa üçün mən deyərdim ki, onun müəyyən nəticələri olacaq. Çünki Rusiya uzun müddətdə Qara dənizdə hökmranlıq eləyən, hərbi cəhətdən hökmranlıq eləyən bir qüvvə olub. Hələ 1-ci Pyotrun vaxtından belə deyək ki, belə qüvvəyə çevrilir. Düzdür, bir müddət Türkiyənin, Osmanlı Türkiyəsi ilə çarpışma olub, amma 1800-cü illərdə, 1853-cü ildə desən Sevastopolda artıq Osmanlı donanması məğlubiyyətə uğrayıb. İndi bugün Qara dəniz Avropanı Asiya ilə birləşdirən bir yerin üzərində yerləşir. Və burada təbii ki, Rusiyanın nəzarəti nə Türkiyə üçün, nə Avropa üçün, nə də Ukrayna üçün o qədər də əlverişli deyil və arzu olunan da deyil. Ona görə də birinci növbədə bəli, Ukrayna hərbi cəhətdən məğlub eləyir. Rusiyanı hərbi cəhətdən məğlub eləyir. Rusiya donanmasını ləğv eləməklə, məhv eləməklə Rusiya təzədən yeni donanma, Qara dəniz donanması yaratmaq imkanına artıq malik olmayacaq faktiki olaraq. Müəyyən tədbirlər görə bilərlər, amma belə deyək ki, başqa yerdən gələn gəmilər Bosfor boğazından keçib daxil olmalıdır. Ona da Türkiyə hərbi gəmilərin keçməsinə icazə vermir və verməyib də bu vaxta qədər də. Ona görə də mən hesab edirəm ki, bu birinci növbədə Ukrayna üçün ən azı Qara dənizdə sərbəst belə deyək ki, hərəkət etmə imkanı yaranacaq. Xüsusən belə deyək, özünün taxılı ehtiyatlarını və digər ərzaq və sair məsələlərini Qara dəniz vasitəsilə, sonra Bolqarıstan və digər ölkələr vasitəsilə həll eləmə imkanına malik olacaq. Türkiyənin də üstünlüyü ondan ibarət olacaq ki, Türkiyə artıq Qara dənizdə əsas hərbi qüvvəyə çevriləcək. Düzdür, bu nə Ukraynanı təhdid eləyəcək Rusiyanın, nə də Rusiyanı təhdid eləyəcək. Amma hər halda Türkiyənin Türkiyə artıq Qara dənizin təhlükəsizliyini belə deyək ki, təmin etmək nöqteyi nəzərindən əhəmiyyətli rol oynaya bilər. Avropanın da canı dincələcək ki, artıq Ukraynaya kömək Qara dəniz vasitəsilə gedəcək. Rusiya Avropanı Qara dənizdən təhdid eləmə imkanına malik olmayacaq. Və Rusiyanın əslində mənəvi cəhətdən bu məhv olması deməkdir. Mən deyərdim ki, düzdür, hərbi cəhətdən artıq faktiki olaraq köhnəlib Rusiya, məğlubiyyətə uğrayıb, strateji məğlubiyyəti var Rusiyanın. İndi ərazi tutub, torpaq tutub öz yerində, amma strateji məğlubiyyəti var. Çünki bacara bilmədi, Ukrayna ilə bacara bilmədi. Onda müxtəlif səbəbləri ola bilər. Hər bir şəxs öz vətəni uğrunda vuruşur Ukraynalılar. Rusiya isə başqasının torpaqları uğrunda vuruşur. Ona görə də təkcə donanmanın azad olması yox, ümumiyyətlə Rusiyanın bu məğlubiyyəti gözləniləndir. Amma burada bir maraqlı cəhət var. Mənim nöqteyi nəzərimdən ümumi belə deyək yanaşma, bəlkə də bir səhv eləyirəm. Avropa Rusiyanın tam məğlubiyyətində o qədər də maraqlı deyil. İstəmir ki, indi Avropanın ən böyük dövləti Almaniya, Fransadır, bir də Böyük Britaniyadır. Dördüncü Ukraynadır, sonra Rusiyadır. Və qəribə Avropa ölkələri istəmirlər ki, Ukrayna kimi, Rusiya kimi güclü bir dövlət olsun. Rusiyadan ənənəvi qorxurlar, çəkinirlər. Çünki doğrudan da əsrlər boyu Rusiya heç nəyə fikir verməyib, Avropanı belə deyək ki, bu və digər formada işğal eləyib. Amma Ukraynanın da güclənməsini o qədər istəmirlər ki, elə istəyirlər ki, bir dövlət olsun, nisbətən zəif dövlət olsun və onlara müəyyən şərtləri diktə eləyə bilsinlər. Yəni, Rusiyanın, Ukraynanın güclənməsi, birinin mütləq qələbə çalması Avropanın mənim nöqteyi nəzərimdən maraqlarına o qədər də uyğun gəlmir. Sadəcə bəli, Avropaya ona görə Ukraynaya kömək edirlər ki, birinci Rusiyanın qarşısını alır, Avropaya girişinin qarşısını alır. Və ikinci də bu müharibə Rusiyanın məğlub olması da zəiflədir. Məğlub etməsə də zəiflədir. Rusiya gücdən düşür. Və Rusiyanın ən azı o böyük Avropanın jandarma kimi formalaşmış imici Rusiyanın dağılır. Güclü hərbi dövlət imici Rusiyanın dağılır. Və Rusiya çalışır, ondan sonra məsələn Avropaya diktə eləmə imkanına malik olmayacaq.
Düzdür, haykü salırlar, ay belə eləyəcək, ay elə eləyəcək. Haykü ustasındalar o. Amma indi gülünc görünür. Bəli, indi gülünc görünür. Ukrayna ilə bacara bilmədinsə, Avropa ilə necə bacaracaqsan, yaxud da NATO ilə necə bacaracaqsan. Hələ NATO rəsmi şəkildə müharibəyə daxil olmayıb. Düzdür, kömək eləyirlər, hərbi silahlarla kömək eləyirlər. Onda Rusiyanın qarşısını almaq üçün kömək eləyirlər. İndi hədislərin gedişi hələ mənim nöqteyi nəzərimdən bir müddət davam edəcək. Düzdür, indi tamamilə Rusiyanın Qaradəniz donanmasının ləğvini, məhv olmasını tamamilə demək bir qədər də düzgün olmazdı. Yəqin ki, müəyyən... Qalan az miqdarı qaçıb Novorosiyskdə gizlənib. Gizləniblər, indi çalışacaqlar. Amma hər halda xeyli əsaslı şəkildə zəiflədi və Qaradənizdə üstünlük, hərbi üstünlük Türkiyənin tərəfinə keçdi.